2019-cu il 4 oktyabr tarixində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının müvafiq qurumu arasında Özbəkistan Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında anlaşma memorandumu imzalanmışdı. Memorandumun icrası çərçivəsində həyata keçirilmiş əməkdaşlığın nəticəsində hazırda Özbəkistanda asan xidmət modeli əsasında fəaliyyət göstərən 200-dən çox dövlət xidmətləri mərkəzləri mövcuddur. 2024-cü ilin avqust ayında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə əməkdaşlıq proqramı imzalanmışdı. Dövlət Agentliyi tərəfindən Özbəkistanın dövlət xidmətləri mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün onlayn və fiziki formatda dövlət xidmətlərinin göstərilməsi sahəsində müxtəlif təlim proqramları təşkil olunmuş, eləcə də bir sıra qarşılıqlı səfərlər həyata keçirilmişdi. 2026-cı ilin 23 avqust tarixində Prezidentin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Ədliyyə Nazirliyi arasında 2027-2028-ci illər üçün əməkdaşlıq proqramının mübadiləsi həyata keçirildi. Əməkdaşlıq proqramının icrası çərçivəsində asan xidmətdə tətbiq olunan süni intellekt həlləri, insan resurslarının idarə olunması, dövlət xidmətlərinin göstərilməsi üzrə biznes proseslərinin optimallaşdırılması və digər sahələr üzrə Özbəkistanın dövlət xidmətləri mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlimlərin təşkili, həmçinin təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. YouTube kanalımıza abunə olun.